Deməli, baxırıq buradan 5-ci çalışmaya. Çalışma nömrə 5. Burada bizə nədir? Deyir, ədədlər arasında uyğun ədədləri tapın. Yəni, uşaqlar, bizə verilən bu ədədlər içərisində variantlara uyğun ədədləri seçməliyik. Birincisi bizə nədir? 6-nın bölünənləri. Baxın, 6-nın bölünənləridir. Bölünən deyəndə demişdik ki, ədədin özü və özündən böyük olan ədədlərdir. Sonsuz sayı devam edir. Demək ki, burada hansılar daxil ola bilər? 24, gedirəm bura, 48, daha sonra 66, 120 və 132. Bunlar hər biri 6-nın bölünənləridir. İkincidə bizə 54-ün bölənləridir. Baxın, diqqətli olun. Bölünənlə bölən anlayışlarını uşaqlar bir-birinə qarışdırmayın. Bölünən deyəndə ədədin özü və özündən böyük ədədlər, bölən deyəndə isə ədədin özündən kiçik və ya özünə bərabər olan ədədləri götürürük. İndi baxırıq buradan 54-ün bölənləri nə ola bilər? Baxın, 54-ün sonu 4 rəqəminə bitib, cüt ədəddir, ona görə 2-yə bölünür. Sonra 54-ün rəqəmlərinin cəmi 9-dur, ona görə 3-ə bölünür, 9-a bölünür. 3 və 9-u da götürdük. Sonra baxıram buradan 54-ə nə bölünə bilər? 27. Baxın, 27 götürə bilərik. Başqa burada nəyə götürə bilərik? 48, 66, 120 və 132. Yox, bunlar bu qədər. Sonra baxırıq buradan 3-cü. Bizə nə deyir buradan? Sadə ədədlər. Baxaq, burada sadə ədədlər hansılardır? Baxın, sadə ədədlər nə idi? Sadə ədədlər yalnız 1-ə və özünə bölünən ədədlər idi. Ona görə burada biz 2-ni götürə bilərik, 3-ü götürə bilərik, sadə ədəd üçün 5-i götürə bilərik. 9 tək ədəddir, amma mürəkkəb ədəddir. 13-ü götürə bilərik, 19-u götürə bilərik və digərləri də artıq mürəkkəb ədədlər sayılırlar. Yazıram bura. 3-cü variant üçün 2, 3, 5, 13 və 19. Bunları da bura qeyd edirik. İndi baxaq, bizdən nə istəyir? 4-cü variantda. Deməli, deyir ki, həm 6-nın, həm də 8-in bölünənləri. Baxın, yenə bölünən deyir burada. Bölünən odur ki, ədədin özü və özündən böyük ədədlərdir. 6-nın və 8-in ikisi birlikdə. Biz hansını götürə bilərik burada? Baxın, həm 6-ya, həm də 8-ə. 24-ü götürə bilərikmi? Bəli, 48. Daha sonra 120. Bu qədər. Deməli, 4-cü olaraq variantımıza uyğun gəldi. 24, 48 və 120. 120. Sonra 5-ci variantda nədir bizə? Həm 18-in, həm də 45-in bölənləri. Həm 18-in, həm də 45-in bölənləri. Baxın, burada artıq bizə bölənlərdir. Yəni, həm 18, həm də 45-in ortaq bölənləri hansılardır? Onu götürməli. Yəni, özlərindən kiçik və ya özlərinə bərabər olan ədədlər olmalıdır. Baxın, 2 18-ə bölünür, amma 45-ə bölünmür. 3 həm 18-ə bölünür, həm də 45-ə bölünür. Demək ki, 3-ü götürə bilərik. Sonra 5 45-ə bölünür, lakin 18-ə bölünmür. Ona görə 5-də çıxdıq. Sonra 9 hər ikisinə bölünür, düzdürmü? Bəli, bölünür. Sonra 13-ü götürə bilmərik, 19 götürə bilmərik, 24, 27 və s. Bu formada bunların heç birisini götürə bilmərik. Biz burada yalnız götürə bilərik 3 və 9-u. Deməli, 5-ci variantımıza uyğun oldu 3 və 9 rəqəmləri. 6-cı variantda bizə nədir? 78-in böləni olan sadə ədədlər. 78-in böləni olan sadə ədədlər. Baxın, 78 sonu görürsünüzmü? 8 ilə bitir. Cüt ədəddir. Ona görə 2-yə bölünür. Sonra rəqəmlərin cəmi 15-dir. 3-ə bölünür. Sonra 78 13'e bölünür. Başka 78
Deməli, elə bu qədər. Deməli, götürə bilərik buradan 6-cıya görə 2, 3, 13. 2, 3, 13. Deməli, 6-cı variantımızda uyğun ədədlər bunlardır. 2, 3, 13. Ümid edirəm ki, bu sualda hər birinizə aydındır. Davam edək 6-cı çalışma ilə. Deməli, nömrə 6. Burada nədir bizə? 70-in natural bölənləri cəminin 12-də 7 hissəsini tapın. Bəli, 70-in natural bölənləridir. Yəni 70-in özündən kiçik və özünə bərabər olan ədədlərimiz hansılardır? Bölünənləri, onları tapmalıyıq. Burada birinci, baxın, sonu 0-dır, 2-yə bölünür, ona görə 2-ni götürürəm. Sonu 0-dır, 5-ə bölünür. Sonra sonu 0-dır, 10-a bölünür və eyni zamanda 7-yə də bölünür. Sonra burada başqa nəyə bölünür? 11-ə bölünmür, 12-yə bölünmür, 12-yə bölünmür, 13-ə bölünmür, 14-ə bölünmür, 14-ə, 15-ə də bölünmür. 15, 16, 17, 18 bölünmür. 18 bölünmür, bəli. 19 gəlir bircə dənə olacaq burada 35, 35 və 70 özü olacaq. Sonra bir də 1 götürməliyik. 1 götürməliyik. Deməli, indi buradan bizə aldığımız bu ədədləri toplasaq necə alırıq? 2 üstə gəlsin 5, 7, 7, 14, 24, 24, 25, 60, bu da 70, 130, 130, 130. Deməli, buradan hansı rəqəmi mən əski yazdım mı? Deməli, 2, 5, 7, 10, 35, 70, biri də əlavə edək. Uşaqlar, burada bir də 14 unutmuşam, bir də 14 olacaq. Deməli, indi biz bu ədədləri toparlasaq, 2-nin üstünə 5, 7, 7-nin üstünə 7, 14, 14 üstə gəlsin 10, 24, üstə gəlsin 14, 38, deməli, 38, 38 üstə gəlinsin 35, deməli 68, 73, 140, 144. Deməli, bu ədədlərin ümumilikdə cəmi bərabərdir 144-ə. Yəni, bu ədədləri topladıq, aldıq 144. Və indi 144-ün 12-də 7 hissəsini bizədir. Ədədin hissəsini taparkən biz ədədi hissə göstərən ədədə vurmalıydıq. Yəni 144-ü vurmalıyıq 12-də 7-yə. 12 ilə də 144 ixtisar edir. 144-ün yerində qalır 12, 12-nin yerində qalır 1. Deməli, aldıq buradan 1-də 12 vurulsun 7-yə. Bu da bərabərdir 1-də 12-ni 7-yə vuranda 84 alırıq. Bu da bərabərdir 84-ə. Deməli, 6-cı çalışmada olan cavabımız 84 edir. Davam edək 7-ci çalışma ilə. 7-də bizə nə verilir? İfadədir. Deməli, bu verilən ifadəni tapmalıyıq. Nömrə 7. Baxın uşaqlar, bizdə ifadədə, burada mən baxıram ki, həm vurma, həm də toplama var. Görürsünüzmü? Həm vurma əməli var, həm də toplama əməli var. İkisi bir arada olanda vurma toplamadan üstün olur. Vurma həmişə toplamadan üstün olur. Yəni, birinci olaraq vurmanı yerinə yetirməliyik, daha sonra toplama əməlini yerinə yetirməliyik. Yəni, burada mən misal köçürmürəm birbaşa, bir qoyuram, baxın, bu formada da yazırıq. İfadəmizi köçürdük dəftərə, daha sonra aşağıdan bir qoyuruq, yazırıq 83, vurulsun 78.
Sütun vurmadan istifadə edəcəm. Hər birimizə uyğun, rahat olsun. Deməli, 8-i vururuq 3-ə. Nə edir? 24. 4 yazdım, 2 yatdı. Baxın, burada yazıram. 8-i vurdum, 8-ə 64. Aha, mənim burada 1-2 yaddan da var idi. Onu da üzərinə gəlirəm, alıram 66. Buraya yazdım. Sonra 7-ni vururam 3-ə. Neçə edir? 21. 1 yazıram, 2 yaddan. 7-ni 8-ə vururuq. Neçə edir? 56. 10 da üzərinə 2 gəldi. Aldıq 58. Ben vurmada həmişə toplama yerinə yetiririk. Ona görə burada üstə gəlmə yazdım. Və sonda. Baxın, 4-ün aşağısı uşaqlar boşdur. Ona görə 4 olduğu kimi saxlayıram. 6-nın üzərinə 1 gəlirəm, alıram 7. 6-nın üzərinə 8 gəlirəm, alıram 14. 4 yazıram. Baxın, 1 yadda. 5-in üstü boşdur olduğu kimi qalır. Lakin mənim burada 1 yaddam olduğuna görə 5-in üstünə 1 gəlirəm, alıram 6. Deməli, uşaqlar, sütun vurmada biz sondan başlayırıq vurmağa. Birinci sonuncu ədədim hansıdır, onu götürdüm, vurdum hər birinə. Sonra ikincidə bu birinci ədədi vuranda mən bir atdım, mütləqdir ki, ikinci rəqəmin aşağısından, ikinci rəqəmdən başlamalıyam yazmağa. Yəni bir atdım, sola keçməliyəm. İkinci rəqəmdən başlayaram, altından yaza-yaza gedirəm və mütləqdir ki, vurmada biz toplama əməlini yerinə yetirməliyik. Deməli, burada vurmada aldım 6474. Bu qaldı öz yerində. Gəlin, indi ikinci atımda bizdən nə istəyir? Deyək ki, bu hasilin üzərinə 5513 gəl. İndi aldığımız bu ədədin üzərinə 6474. Üzərinə gəlirik 5513. 5513. Burada toplayanda nə edirik? 4-ün üstünə 3 gəlirik, düzdürmü? Edirik 7. 7-nin üzərinə 1 gəlirik, edir 8. 4-ün üstünə 5 gəlirik, edir 9. 6-ın üstünə 5 gələndə 11 edir, yazdım bu 11. 11987 almış olduq. 11987. Görsənirmi? Burada da yazdım sizlərə. 11987. Sonra gələk ikinci ifadəmizə. Deməli, yenə də burada baxıram ki, çıxma əməlindən vurma əməli var. Görürsünüzmü? Həm çıxma əməli var, həm də vurma əməli var. Yenə burada uşaqlar, birinci mən vurmanı yerinə yetirməliyəm, sonra çıxma əməlini yerinə yetirməliyəm. Vurma həmişə toplama və çıxmadan üstün olur. Yəni, əməldə bizdə mötəzə işarəsi yoxdursa, çıxma və toplama ikinci dərəcəlidir, vurma isə birinci dərəcəlidir. Deməli, ikincidə 1 qoyuram, ifadəni yazırsınız, sonra aşağıdan düşürsünüz, səliqənlə 1 qoyursunuz, yazırsınız. 113 vurulsun 98. Yaxşı, gəlin indi yenə baxın, birinci sonuncu hansı rəqəmdir? 8. Onu başlayıram 113-ə vurmağa. 8-i vururam 3-ə, edir 24. 4 yazdım, 2 yatdım. 8-i vurdum, 1-ə elədi 8. 10 da üstünə 2 gəldim, elədi 10, 0 yazdım, 1 yatdım. 8-i vurdum 1-ə 8, burada da 1 yatdan vardı, elədi 9. Sonra keçirəm indi, baxın, ikinci rəqəmə. 9-u vurdum 3-ə, elədi 27. 7 yazacam, 2 yatdım. Baxın, 7-ni mən buradan yazıram, 0-ın altından. 1 attım, sola keçdim və oradan başladım yazmağa. 2 yatdamı da burada qeyd edirəm. 9-u 1-ə vurduq 9. 9-un üzərinə bu 2-ni gəldim. Elədi 11. 1 yazıram. Baxın, 1 yazdım. Yenə 1 yatdım. 9-u 1-ə vurdum 9. Bu 1 yatdan da üstünə gəlirəm. Alıram 10. Üzərinə gəlinsin. Baxın, 4-ün aşağısı boşdur. Olduğu kimi düşür. Sonra 7 üzərinə 0. 7 edir. 1-in üzərinə 9, 10 edir, 0 yazıram, 1 yadda. Baxın, 0-ın yuxarısı boşdur. Görürsünüzmü? 0 olduğu kimi qalır, lakin mənim burada 1 yaddan olduğuna görə üzərində 1 gəlirəm, aldım 1. Burada baxın, 1-in də yuxarısı boşdur, olduğu kimi aşağı düşür. Deməli, aldım burada 11074. İndi bizə nədir? 223.819-dan bu ədədə çıxmalıyıq. İkinci atımda yazıram 223.819. Çıxılsın 11074. 11074. Baxın uşaqlar, hər bir ədəd bir-birinin altına düşməlidir. Burada bu 2-nin altı boş olur. Görürsünüzmü? Bura boş oldu.
Amma digərlərin hər birinin altında ədədlər düşdü. 9-un deməli burada çıxma yetirir. 9-dan 4-ə çıxırıq, edir 5. 1-dən 7-nə çıxmaq olmur. Gedirəm 8-dən bir 10-luq alıram, qoyuram bu 1-in üzərinə. Elədi 11. 11-dən 7-nə çıxıram, alıram 4. Buradan bir 10-luq götürdüyümüzə görə 7 qalmışdı. 7-dən də 0-a çıxırıq, edir 7. Sonra 3-dən 1-i çıxırıq, edir 2. 2-dən 1-i çıxırıq, edir 1. Və bu 2-nin aşağısı boş olduğuna görə olduğu kimi aşağı düşür. Deməli, ədədimizi aldıq 212.745. Bu ifadəmizdə qiyməti oldu 212.745. 745. Gəlin indi 3-cü ifadəyə baxaq. Deməli, 3-cü ifadədə yenə uşaqlar 3 qoyursunuz, ifadəni köçürdürsünüz səliqənlə dəftərə, sonra aşağısına 1 qoyub yazırsınız. Deməli, 3-ün birincisinə baxırıq. Burada da baxın uşaqlar, həm bölmə var, həm çıxma var. Baxın uşaqlar, həm bölmə, həm çıxma. Burada yenə bölmə, birinci yerinə yetiriləcək, sonra çıxma əməlini yerinə yetirməliyik. Bölmə, uşaqlar, yadınızda qalsın. Bunu əzbər şəkildə yadınızda saxlamalısınız ki, vurma və bölmə toplama və çıxmadan həmişə üstün olur. Yəni, onlar bir ifadədə verildikdə birinci vurma və bölmə əməlləri yerinə yetirməlidir. Sütun bölmədən istifadə edəcəm ki, hər birimizə rahat olsun. Baxıram ki, 8-in içində 24 yerləşmir, ona görə 88-in içində 24 axtarıram. Baxın uşaqlar, şifahi yolla bunu tapa bilmiriksə, deməli, bunu kənarda yazırıq. 24, baxın, vurulsun 1. Neçə elədi? 24. Sonra 24 vurulsun 2. Neçə eləyir? 48. 24 vurulsun 3. Neçə elədi? 72. 24 vurulsun 4. Neçə elədi? 96. Baxın, mənə 88-ə qədər lazım idi. 88-ə qədər. Ona görə 88-ə qədər ən böyük hansıdır? 3. Yəni, bunu götürürəm. Ona görə də, deməli, 88-in içində 24 3 dəfədir. 3-ü də 24-ə vurduq. Aldıq neçə? 72. 88-dən 72 çıxırıq. Deməli, 8-dən 2-dən çıxıram, edir 6. 8-dən 1 çıxıram, edir 1. 16-ın içində 24 yoxdur, 0-ı aşağı düşürdürük. 160-ın içində 24. Gəlin, indi axtaraq. 160-ın içində 24 neçə dəfədir? 24-ü ən son 4-ə vurmuşduq. İndi 5-ə vururam. Deməli, eləyəcək burada neçə? 120. Düzdürmü? 5-də 4-üm 20, 0 yazırıq 2 yadda, 5-də 2-im 10, o da 2, 12, 120. 24 vurulsun 6 bərabərdir. Deməli, 144. 144. Sonra 24 vurulsun 7, neçədir? 168. 168. İndi baxıram uşaqlar. Mənə hansı rəqəm lazım idi? 160 və 160-a ən yaxın ədəd. Baxın, hansıdır? 144. Ona görə 6 dəfə götürəcəm. 6-ını da 24-də vurduq, aldıq 144. 160-dan da 144 çıxanda neçə alırıq? Ondan, deməli, 0-dan 4 çıxmaq olmur. 6-dan 1 10-luq aldıq, qoyduq 0-ın üzərinə, oldu 10. Ondan da 4-ə çıxırıq, alırıq 6. Buradan da 1 10-luq götürdüyümüzə görə artıq 5 qalmışdı. 5-dən 4-ə çıxıram, alıram 1. Və 8-i düşürdüm aşağı, 168. İndi baxıram uşaqlar, 168. 24-ü niyə vursam 168 elə? Baxın, 7-ni. Demək ki, burada oldu 7. 168 çıxırıq, alırıq buradan 0. Demək ki, 1808 ədədini 24-də bəndə 367 aldıq. İndi bizə nə deyir? Həmin bu aldığımız ədəddən 113 çıxmalıyıq. İkinci olaraq 367 çıxılsın 113. Deməli, 7-dən 3-ə çıxırıq, edir 4. 6-dan 1-i çıxırıq, edir 5. 3-dən də 1-i çıxırıq, alırıq 2. Cavabımız oldu 254. Deməli, buradan aldıq 254-ə. Aydındır mı? Ümid edirəm ki, aydındır. Gəlin, keçək 4-cü ifadəmizə.
Deməli, burada bizə nə verilir? 4-cü ifadədə. Yenə uşaqlar bu ifadədir. Burada baxıram, yenə toplama və bölmə var. Yenə bölmə olduğuna görə birinci toplamadan üstündür bölmə. Ona görə birinci bölməni yerinə yetiririk. 1 qoyuram, yazıram. Yenə sütun bölmədən istifadə edirəm. Bölünsün 400. Bacardığım qədər ən xırdalığıma doğru gedirəm ki, video hər birinizə faydalı olsun. 11.200 bölünsün 400. Baxıram, birin içərisində yerləşmir, 11-in içində yerləşmir, 112-in içində yerləşmir, 1120-nin içində axtarıram. Baxın, buradan ayırdım, 1120. 1120 isə 4-cü istifadə gəlin baxalım. Baxın, indi 400-ü vuraq 1-ə. Neçə elədi? 400. 400-ü vururuq 2-yə. Bərabərdir 800. Düzdürmü? Bu 8-dir. 400-ü vurduq 3-ə. Elədi 1200. Aha. Baxın indi. Bizə olan ədədimiz 1120-dir. Bizə ən yaxın hansı oldu? 2 dəfə. 800. Demək ki, 2 dəfə götürdük. Aldıq buradan 800. Baxın, əvvəldəki boş qalmaq şərti ilə ədədlərimi yerləşdirdim. Deməli, 1120-dən çıxıram 800-ə. 0-dan 0-a çıxıram 0, 2-dən 0-a çıxıram edir 2, 11-dən 8, o deyilir 3. Deməli, aldım buradan 320. Sonra bu 0-ı düşürürəm aşağıya. 3200-ün içində axtaraq. İndi yaxşı, 400-ü vuraq 4-ə, alınır neçə? 1600. Sonra 400-ü vururuq 5-ə, edir neçə? 2000. 400-ü vururuq 6-ya, edir neçə? 2400. 400-ü vururuq 7-yə, alırıq 2800. 400-ü vururuq deməli 8-ə, alırıq buradan 3200. Demək ki, biz buradan nə götürməliyik? 8 dəfə götürməliyik. Buranda 3200 edir. Alırıq buradan 0. Cavabımız da olur 28. Deməli, biz də indi bölməni yerinə yetirdik. İkinci addımda toplamanı yerinə yetirməliyik. Deməli, ikinci olaraq yazıram 8347 üstə gəlinsin 28. 8-in üzərinə 7 gəlirik. Neçədir? 15. 5 yazıram, 1 yaddan. Bura yazdım. Sonra 4-ün üstünə 2 gəldim, 6. Bu 1 yaddan var idi, onun da üzərinə gəldim, elədi 7. Baxın, 3-ün aşağısı boşdur, olduğu kimi aşağı düşür. 8-in aşağısı boşdur, olduğu kimi aşağı düşür. Və nəticədə aldıq 8375. Deməli, bu ifadəmizin də cavabı oldu 8375. Daha sonra davam edirik 5-ci ifadə ilə. 5-ci ifadədə burada bizə yenə burada bizə artıq həm vurma, həm bölmə, həm də çıxma verilir. Deməli, uşaqlar, burada ardıcı olaraq birinci vurma gəldiyinə görə birinci vurmanı, daha sonra ikinci bölməni yerinə yetirəcəm və ən sonda çıxmanı yerinə yetirməliyik. Nəyə görə birinci vurma bölmədən başladım? Çünki vurma və bölmə toplama və çıxmadan həmişə üstündür. Ona görə birinci vurma və bölmədən istifadə edir. Əgər burada birinci bölmə gəlsəydi, ikinci vurma gəlsəydi, o zaman birinci bölməni yerinə yetirərdim, sonra vurmanı yerinə yetirərdim. Ümid edirəm aydındır. 5-cidə baxırıq. 129-u vuraq 95-ə. 95. 5-i vururuq 9-a. Gedir neçə? 45. 5 yazdım, 4 yadda. 5-i vurdum 2-yə 10. Burada 4 yaddan var idi. 14. 1 yazdım. 5-i vurdum 1-ə 5. 5-in də üstünə bu 1 yaddanına gəldim. Elədi 6. Daha sonra baxın, bir dənə atdım. Keçdim sağa və buradan qeyd edirəm ki, buradan başlayayım yazmağa. 9-u 9-a vururam, edir 81. 1 yazıram, 8 yaddan. 9-u 2-yə vurdum, 18. Burada 8 yaddan var idi, 26. 6 yazıram, 2 yaddan. 9-u vurdum 1-ə 9. Bu da 2 yaddan. Üzərində gəldim, elədi 11. Üstə gəlinsin. Baxın uşaqlar, 5-in aşağısı boşdur, olduğu kimi düşür. 4-ün üstünə 1 gəldim, elədi 5. Sonra 6 üstünə 6, elədi 12, 1 yaddan. Bu 1-in üstü boşdur, olduğu kimi qalır və bu 1 yaddan var. Onu da əlavə etsəm 2 alıram və yenə uşaqlar bu 1-in üstü boş olduğuna görə 1 olduğu kimi qalır. Deməli, burada vurmada aldıq 112.255. İndi bölməni yerinə yetirməliyik ikinci addımda. 12255.
Bu birinci idi. İndi ikincisini yerinə yetiririk. 12.255 bölünsün 19'a. Deməli 122 12-in içərisində yoxdur deyə 122-nin içərisini axtarıram. Gəlin baxaq. 19'u vuraq 1-ə. Neçə edir 19? 19'u vurduq 2-yə. Neçə eləyəcək? 20 deməli 38. 38. 19'u vurduq 3-ə. 57. 38'de 57. Sonra 19'u vurduq 4'ə. 76. 19'u vurduq 5'ə. Deməli 95. 95. Sonra 19'u vuraq 6'ya. 19'u 6'ya vuranda deməli alırıq neçə? Demək 114. 114. Daha sonra 114. 19'u vururuq 7'yə. 19'u vururuq 7'yə. Alırıq 133. Yaxşı, indi baxın uşaqlar, bizə maksimum 122 lazım idi. Ona görə 133 yox, 114 ilə götürəcək. Deməli 122-ci 19 6 dəfə yerləşir. Burada elədir 114. 122-dən 114 çıxanda 12-dən 4 çıxanda eləyir 8. Birdən 1 çıxanda burada 2-nin yerində 1 qalmışdı. Birdən 1 çıxılır 0, birdən 1 çıxılır elə də 0. İndi gəldik 5'e. Baxın, bu 5'i düşürürəm aşağıya. 85. 85'in içərisində baxın, bizdə neçə götürə bilərik? 4. Görürsünüzmü? 4 dəfə yerləşir. Edir 76. 76. Çıxanda 85'dən 76 çıxanda 5'dən 6'ını çıxmaq olmur. 8'dən 1 onluq aldım. 15'dən 6'ını çıxıram. Edir burada 9. Deməli, burada da 7 qaldı. 7-dən də 7-dən çıxdı, qaldıq 0. Deməli, burada indi bu 5'im qalıb. Bunu aşağı düşürdürəm və 95'in içərisində 19 bizdə neçə dəfədir? 5 dəfə. Deməli, 5'i də 19'a vuranda 95 alırıq və burada 0'a çevirir. Demək ki, bölmədə də aldıq, cavabımıza 645. İndi gəlirik. Baxın, burada bizə çıxmanı yerinə yetirməli. 3-cü addımda yazıram 645 çıxılsın 289. Deməli, burada indi 5'dən 9 çıxmaq olmur. 4'dən 1 onluq aldım. 15'dən 9 çıxıram. Eləyir 6. 3'də buradan 1 onluq götürmüşdük. 3 qalmışdı. 3'dən 8 çıxmaq olmur. 6'dan 1 onluq aldım. Elədi 13. 13'dən 8'i çıxırıq. 5 edir. Sonra buradan 1 onluq götürmüşdük. 5 qalmışdı. 5'dən 2 çıxırıq. Aldıq 3. Burada cavabımız oldu 356. Deməli, yazıram bura cavab 356. Baxırıq indi sonuncu ifadəmizə. Baxaq burada 6-cı ifadəmizdə yenə də burada baxın uşaqlar. Burada həm vurma var, həm bölmə var, həm də toplama var. Baxın, burada birinci bölmə gəldiyinə görə artıq mən birinci bölmə əməlini yerinə yetirəcəm. Daha sonra vurmanı və ən sonunda da toplama əməlini yerinə yetirəcəm. Deməli, birinci olaraq bölməni yerinə yetiririk. Yazıram 3024 bölünsün 24'ə. 3'ün içində 24 yoxdur. 30'un içində 24 axtarıram. 30'un içində 24 bir dəfədir. Edir 24. 30'dan da 24 çıxanda buradan aldıq 6. Sonra 2'ni aşağı düşürürəm. Edir 62. Yaxşı, gəlin 62-ci neçə dəfə yerləşir tapaq. 24'ü 1'ə vurduq, elədi 24 düzdürmü? İndi 24'ü vuraq 2'yə neçə edir? 48. 24'ü vuraq 3'ə neçə edir? 72. Aha, baxın indi mənə neçə lazımdır? 62'yə yaxın bir ədəd. 60'a yaxın ədəd də 48 olduğuna görə uşaqlar 2 dəfə götürə bilərəm. Bu deyir 48. Çıxdıq buradan. 2'dən 8 çıxmaq olmur. 12'dən 8 çıxıram. Yəni bir onluq aldım. 2'nin üzərinə qoydum. 12'dən 8 çıxıram. Alıram buradan 4. Burada 5 qalmışdı. 5'dən 4 çıxıram. Eləyir 1.
14 aldıq. Sonra bu 4 aşağı düşürəm, edir 144. İndi baxaq 144-ün neçə səviyyə yerləşir? 24-ü vururuq 4-ə, edir burada 100, deməli 66, düzdürmü? 136. Üzr istəyirəm, 96, oy. 96, 24-ü vurdum 5'ə, 24-ü vurdum 5'ə. Buradan alırıq neçə? 120, 24'ü vururuq 6'ya, alırıq buradan 144'ü. Deməli 24'ün içində 6 144 dəfə yerləşdiyinə görə 6 dəfə götürdük, 144 və 0 aldıq və belə ki bölmədə aldıq cavabımız 126-dır. İndi ikinci olaraq bu vurmanı yerinə yetirməliyik. Yazıram ikinci addım 126 vurulsun 28. 8'i vururam 6'ya 48'dir. 8 yazdım 4 yadda. Sonra 8'i vurduq 2'ye 16. Burada bir 4 yaddım da var idi. Onun da üstüne 4 gələndə aldım 20. Düzdürmü? 0 yazdım 2 yadda. Sonra 8'i vurdum 1'e 8. Burada 2 yaddım elədi 10. Sonra 2'də 2'ni vurdum 6'ya 12, 2 yazıram 1 yadda. 2'ni 2'ye vurdum 4, 1 yaddan var idi. Bu da eləcək 5. 2'ni də 1'ə vuranda aldıq 2. Üstə gəlinsin. Baxın 8'in aşağısı boşdur. Olduğu kimi qalır. 0'ın üzrə 2 gəlirəm, edir 2. 0'ın üzrə 5 gəlirəm, edir 5. 1'in üstünə 2 gəlirəm, alıram 3. Aldıq 352, 3528 ədədini. Sonra indi 3-cü addımda biz toplanmalı yerinə yetirməliyik. Bunun üzərinə gəlməliyik 6183. 183. Deməli 8'in üstünə 3 gəlirik, edir 11, 1 yazıram, 1 yadda. 2'nin üstünə 8 gəldi, 10, bu da 1 yadda, 11, 1 yazdım. Yine 1 yadda. 5'in üstünə 1 gəldi, 6, bu 1 yadda üzərinə gəlsə eləcək 7, 6'nın da üstünə 3 gəndə 9 aldıq. Demək ki cavabımız oldu nə? 9711. 9711. Düzüm oldu. 11 bir yadda, 10, 11 bir yadda, 6, 7 və 9 və 9711. Bu ifadəmizin cavabı bu formadadır. Ümid edirəm ki, bu sualda, çalışmanın da həlli sizə aydındır.